Salam əziz dostlar. Yenə İmam Əlinin bir möhtəşəm kəlamı ilə sizin görüşünüzə gəlmişəm. İnsanlar var ki, özlərində bir dənə pis xüsusiyyət var, bir rəzil xüsusiyyət var və yaxud bir pis işi icra eləyirlər. Amma onu özlərində pis görmürlər, amma başqalarında pis görürlər. Başqalarında həmin xasiyyəti və yaxud həmin əməli görəndə onu tənqid eləyirlər, onu inkar eləyirlər. Deyirlər, yox, belə şey eləmək olmaz, eləməyin, amma özü eləyir ha. Belə adamları İmam Əli əleyhissalam axmaq adlandırır. Özdə deyir, insanların ən axmağı. Necür deyir, baxın, indi oxuyuram o kəlamı sizin xidmətinizə. Əhməqun nəsi mən ənkərə alə qayrihi rəzilətən huvə muqimun aleyhə. Çox möhtəşəm bir hədisdir. Buyurur ki, insanların ən axmağı özü icra etməyə davam etdiyi bir rəzaləti, bir pis xüsusiyyəti başqasında pisləyən kəsdir. Özü əməl eləyir ona, özü də icra eləyir həmin o pis xüsusiyyəti, amma başqasında onu pisləyir. Deyir ki, sən pis iş görürsən. Halbuki özü də onu eləyir. Özü eləyəndə yaxşıdır, amma başqası eləyəndə pisdir. Bu cür insanları imam insanların ən axmağı hesab edir. Sağ olun.